Salam, 9-cu qiymətləndirmə 2-nin izahını verməyə çalışacağım. Birinci sualımıza baxaq. Hüceyrə haqqında elmdir. Hüceyrə haqqında elmə histologiya elmi deyilir. Sonra histologiya toxuma haqqında elmdir. Genetika, irsiyyət və dəyişkənlik haqqında elmdir. Zoologiya isə heyvanlar haqqında elmdir. Doğru variantımız A variantıdır. İkinci, hüceyrə nəzəriyyəsinin neçə müddəası var? Hüceyrə nəzəriyyəsini deməli 4 müddəası var. Birinci, hüceyrə bütün canlı orqanizmlərin ən kiçik quruluş və inkişaf vahididir. İkinci, bütün orqanizmlərdə hüceyrələr quruluşuna, kimyəvi tərkibinə, maddələr mübadiləsinin gedişinə görə oxşardır. Üçüncü, hüceyrələrin çoxalması, onların bölünməsi yolu ilə baş verir. Və dördüncü, mürəkkəb quruluşu çox hüceyrəli orqanizmlərdə hüceyrələr yerinə yetirdikləri funksiyalarına görə ixtisaslaşaraq toxuma və orqanlara əmələ gətirirlər. Onlar da bir-biri ilə sinir və humoral sistemlərlə tənzimlənir. Deməli, hüceyrə nəzəriyyəsinin 4 müddəası oldu. Doğru variantımız C variantı. Üçüncü sualımız, məməlilərin yumurta hüceyrəsini kəşf edən alim Karl Bell olmuşdur. C variantı. Dördüncü sual, bu virusa yoluxma zamanı əvvəl tənəffüs yolları, sonra isə dəri zədələnir. Bu bildiyimiz çiçək xəstəliyidir. Çiçək, su çiçəyi də adı var. A variantı uyğun gəlir. Beşinci, bir-birinə perpendikulyar olan deyir, iki sentrioldan ibarətdir. Hüceyrənin bölünmə prosesində iştirak edir. Bu hüceyrə mərkəzdir. Hüceyrə mərkəzini qeyd edək ki, membranı yoxdur. 6. Hüceyrənin hərəkət orqanoidlərini seçək. Hüceyrənin hərəkət orqanoidlərinə kirpiklər aiddir, qılaf aid deyil, nüvə aid deyil. Sonra qamçı aiddir, 4-ü yazacağıq. Miofibrillər aiddir, əzələdə olan. 5 aiddir. Yalançı ayaqlar aiddir, ribosom aiddir, mitoxondriya aid deyil. Doğru variant rəqəmlərimiz 1, 4, 5, 6. 7-ci sualımızda ATF, adenozin trifosfat turşusu deyir, təşkil olunmuşdur. Adenin azotlu əsasından, riboza şəkərindən və 3 dənə ortofosfat turşusu qalığından təşkil olunmuşdur. 3 ortofosfat turşusu qalığı və 2 dənə də makroergik rabitədən təşkil olunmuşdur. 8-ci sualımıza baxaq. Fotosintezin ümumi tənliyini yazın. Fotosintezin ümumi tənliyi deməli 6 mol karbon qazı, üzərinə gəlirik 6 mol su alınır. Üzvü maddə bu hissədən yazacağam. Deməli glukoza C6H12O6 və 6 mol da oksigen qazı əmələ gəlir. 9-cu suala baxaq. Bir membranlı orqanoidləri seçin deyir. Ribosom ümumiyyətlə membransızdır. Golgi kompleksi bir membranlıdır. Endoplazmatik şəbəkə bir membranlıdır. Mitoxondri 2 membranlıdır. Plastidlər 2 membranlıdır. Nüvə də 2 membranlıdır. Doğru variantımız 2, 3. Və nəhayət 10-cu sualımıza baxaq. Meyozun deyir, bioloji əhəmiyyəti nədir? Biz bildiyimiz kimi meyozda xromosomların miqdarı 2 qat azalır və bu zaman qametlərin birləşməsi zamanı bu miqdar sonrakı nəsillərdə neynir? Sabit qalır. Yəni ata və ana xromosomlarının sonradan ziqotda birləşməsi zamanı valideynlərin xromosomlarında olmayan yeni gen kombinasiyaları yaranır. Və bu da yeni əlamətlərin yaranması ilə nəticələnir. Yəni sonda belə yaza bilərik ki, meyozun bioloji əhəmiyyəti yeni əlamətlərin yaranması ilə yeni gen kombinasiyaların yaranması kimi əhəmiyyəti vardır.